Bugünkü gündə sizə öz praktik təcrübəmdən daha çox hal-hazırda rast gəldiyimiz və insanlar arasında yayılmış, hal-hazırda Azərbaycanda yayılmış 3 parazit haqqında sizə məlumat vermək istəyirəm. Enterobiozlar, askarida və lamla haqqında. Enterobiozlar el arasında qıl-qurt adlanır. Bunlar əsasən az yaşlı uşaqlarda rast gəlinir və bunlara el arasında natəmiz əl xəstəliyi, yəni çirkli əllərlə keçdiyi üçün natəmiz əl xəstəliyi deyilir buna. İkinci askaridadır. Askaridozis bu əsasən yaş qrupundan asılı olmayaraq rast gəlinir. Yəni müxtəlif yaş qruplarında rast gəlinir. Bu əsasən iri ölçülü bağırsaq qurtları adlanırlar. Bunlar əsasən torpaq vasitəsilə orqanizmə daxil olurlar. Xəstələrdə qarın ağrısı, baş ağrısı, ürəklanma, hətta qastrit pulpitə qədər gətirib çıxardan klinik əlamətlər verə bilir, anemiya və digər klinik simptomlar verə bilir. Üçüncü, daha çox hal-hazırda yayılmış qardiazis və ya buna lamla deyirik. Bu da əsasən mikroskopik parazitlərdir, yəni digərlərindən. Lamla fərqli olaraq askaridadan və enterobiozdan burada mikroskopikdir, gözlə görsənmir. Ağırlanma dərəcələri və ağırlaşmaları daha çox olur. Bu ürəklanma, öd yolları diskineziyası, dəri xəstəliklərindən tutmuş, baş ağrıları, halsızlıq, anemiyaya qədər gətirib çıxarda bilir. Ümumiyyətlə, bu simptomlar varsa, mütləq klinikamıza müraciət edə bilərsiniz.